Salamlar, xoş gəlmisiniz. Bu günləri 201 qrupunun skeç imtahanı tamaşası olacaq. 3 dənə sizi çox yormayacaq skeçlər hazırlamışıq. Uşaqlar ilk dəfə səhnəyə çıxır. Ümid edirik ki, əylənəcəksiniz, bəyənəcəksiniz. Çox sağ olun, izləyə görək nə hazırlamışıq. Salam mənim. Necəsiz? Nə var, nə? Yaxşısınız? İşlər, güclər. Nə geçən görsəniz? Çox sağ olun. Heydər və Fidan. Bəli. Nə hazırlamışıq bugün? Öncelikle her biriniz hoş gelmişsiniz. Bu günləri 201 grupu olarak sizi skeç imtihanınızı sizinle bölüşəcəyik. 3 skeç hazırlamışıq bu günləri. Bunlardan ilk skeçimiz Azərbaycana düşmüş bir robot haqqındadır. Bir robotdur və Azərbaycana düşüb. Süni intellektlə işləyir. Bəli, süni intellektlə işləyən bir robotdur və buradan qaçmağa çalışır. Azərbaycandan çıxış yolu axtarır ki, buradan necə çıxa bilər. Baxaq görək nə var, nə? İstəf demişəm ki, işlərində mənə dayaq olun. Satılmalıdır bunlar. Bunlar hamısı qalıb belə. Hamısı əlimizdə qalıb. Bu nalış kimi səsi yoxdur bunun. Mən nə bilim, sata bilmirik. Sən elədik. İşdir bu. İşdə nə var, işləməliyik də biz burada. Onsuz da sən həmişə dayaq olmursan. Niyə? Mən nə eləyim? Satılmır da, bütün gün burada boş-boşlar. Elə. Biraz kişi ol ha, biraz kişi ol. Dayaq ol ataya da. Kişi ol da biraz da. Enerjili. Onsuz da evdə də sən onun mənə əsəbləşdirsən də bu tərəfdə əsəbləşdirsən məni. Böyle enerjili. Onsuz da o günlər mənim işimi düz gətirmədi. Yeriyən ət çəkən maşını düzəlt edim. Partlayış oldu, dağıldı hər şey. Nə eləyən ət çəkən baş? Yeriyən ət çəkən maşını. Yeriyən ət çəkən. Yeriyən. Nə oldu var? Partladı da. Yaxşıdır, mənə heç olmadı. Onlardan bir yana gəldi keçdi məni. Yaxşıdır, bassaydı mən pis olardı. Hoş geldin. Salam. Xoş gəlmisiniz xanım. Xoş gördük. Telefon almağa gəlmişəm, amma mənə belə kamerası qəşəng Bir çəksin. dəqiqə yazın telefoninizi. Şəkil çəkməyi çox sevirəm. Kamerası qəşəng çəksin, aydın olsun. Sonra zaretkası tez qurtarmasın. Səsi bərk çıxsın. Hə. Qiyməti də uyğun olsun amma 300-400 civarı falan var. Neçə? 300-400. 300-400 manat. Aha, var ya telefonunuz. Xanım, zövqünüz çox qəşəngdir. Təşəkkürlər. Mənə məzələr səsən. Necə yəni? Qarşında qız var, sənin. Xanım, Bu qiymətə bu telefon, axtardığınız telefon yoxdur ümumiyyətlə. Necə yəni yoxdur? xanım, çox qəşəng, süper. Əla. Biz lox deyilik. Mən lox deyiləm. Oğlum lox deyil. Oğlum loxsan. Yox, hələ telefon yoxdur. Bizdə elə telefon Bizdə hələ yoxdur. telefon yoxdur. Necə yəni yoxdur? Yoxdur, 300-400 manata sizin axtardığınız telefon yoxdur. Ümumiyyətlə yoxdur, onu istehsal eləməyiblər. Olsa da almaram, o Abi, istəmiş. heç olmaz. Bu yaxınlarda partladacaq. Ata oğul, Təzə Feyzullah basılmaz dükanında. Qəşəng, süper, əla olacaq. Bu nə də? Xoş gəlmisiniz xanım. Xanım özün sən. Bir dəqiqə dönək. Siz kişisiniz? Mən robotam. Robotuymuş. Mən Feyzullahı axtarıram. Atam. Salam. Salam. Feyzullah. Ay! Bəs deyirdilər Qafqaz kişiləri kaçokdur. Hələ hoş yalan deyil. Hə, mən nə edirsən mən? Mən bir aydır sürünürəm. Burada. Mən nə demişəm ki? Sən gətirmisən mən bura. Ət çəkən maşın. Partlatmamışdın, ət çəkən... Mən səni neçə vaxt Sənətkəm gözləyirəm. qurtarır. Mən səni... Sada sənətkə qoy. Köhnə Adaptörüzdən. iPhone adaptörü. Köhnə iPhone. Gözdə üstündə var. Güzel ki. Bir də bura taxın. Hala ne oldu ya? Dolar. Rubu. Euro. Ala düşüp alımıza. Allah olsun. Götür telefonu çek. Buradadır. Götür telefonu çek. Tamam. Götür çek. Ya bilirsən də nə olacaq? Nə olacaq? Çəkəcəksən, paylaşacaqsan, partlayacaq. Başa düşdün? Yaxşı. Allah. Nə qədər də şey oyan bu yan eləsə, buradadır, heç yerə getmir.
Bildin? Çəkirsən? Çək. Hə, çək. Xanımlar və cənablar, bu günləri sizə yeni icadımı göstərəcəm. Yeni icadım yeriyən ət çəkən maşındır. Qəşəng, super. Əsəbləşdir, kimsə sizə əsəbləşdirsə döyə də bilər. Arada bir də məni döyür, nəysə. Amma qəşəng, superdir. Yəni öz icadımdır, öz əməyimlə, əllərimlə bunu düzəltmişəm. Kanala abunə olun. Kanala abunə olandan sonra gəlib icadımdan tanış ola bilərsiniz. Feyzullah basılmaz dükanında. Söndür, daha da söndür. Sən məni nə qədər vaxta göndərirsən? Mən sözün açığı, mən səni Biz atamla danışdıq. Sizi bir aya göndəririk. Bir ay çoxdur. Mən əziyyət çəkirəm bu şəhərdə. bir ay göndərə bilərəm də. Çünki mənim bir dənə tarsız oğlum var, o bu işləri görməlidir, bu görə bilmir. Sən biraz mənə köməklik eləməlisən ki, burada biraz toparlayın. 2 həftə Allah xeyir versin. 2 həftə. Əl sıxışın. Ayaq amanla çıxdı. 2 həftə. Kişisən, hə? Bu sözə görə görüşəcəm təzə sənə. 2 həftə eləmə də onu. 3 həftə elə. 2 həftə. Hə, yaxşı. Yoxsa özümü partladacağam. Yox, görüşək. Tarsız oğul. Mən nə edeyim? Sömsə öldürəcək, sıxır adam. Bismillah. Nədir bunlar? Hə? Bunlar telefondur. Sən çox yaxşı biləsən bunlar. Sən özün... Bir daha soruşsa yox. Salam, mən sizin fanınızam və sizi TikTokda gördüm. Fan nədir? TikTok nədir? TikTokda gördüm, videonuzu gördüm. Şəkil çəkə bilərəm sizinlə. Çəkə bilərsən. Amma mənə şəkil çəkmək üçün telefon satmadılar. Kim satmadı? Bu ikisi. Gəlin mən sizə telefon satım. Amma mənim istədiyim telefon, yəni kamerası aydın çəksin. Burada yazmışdım istəklərini xanım. Çox möhtəşəm istəklərimiz var. Çox sağ olun. Var, bizdə elə telefon çoxdur. Mən özüm bir ara robot olduğumu unutdum. Bu telefondan istifadə edirdim. Bunu verim. Seçəli. Qiyməti nə qədər idi? 850 manat, 849-a verəcəm sənə. Amma biraz çox deyil əbi. Çox deyil. Bu mən işlətdiyimdir. Mən özüm bunun içində süni intellekt olmuşam bir müddət. Yaxşı, alıram. Sizin xəttinizi alıram. Buyurun. Mən söyəm muxtar. Ödəmə kartla olacaq amma. Hə, tamam. Baxın, belə satış edirlər. Baxın, belə satış edeyim. Çox sağ olun. Sağ ol. Mən 2 həftəyə gedəcəm dəqiq. Hə, 2 həftə gedəcəksən, qəşəng hər şey alır. Hə, 2 həftə sənə Faizlə alacağım satdıqlarımdan. Sən faiz neysən, sən? Yox, faiz zaryatka şəklində alarım. Yaxşı. Çox qəşəng, çox super. Yaxşısan, əlasan, supersən. Bir dənə Feyzullah, sən yaxşı deyilsən, məsələ odur. Sən hər dəfə Feyzullah dedi, elə bir sögürsən mənə. Elə bil artıq Feyzullah, lah. Lah qoşdu üzükdən də. Laxlat deysən ata. Əməli var. Mən bir dənə uşağı aparım, belə o vaxtdan o uşağı mən aparmışam şamaya, prosto uşağı. Eşək boydan yerdə mən aparıram, nəsə. Kildir. Ah, bu nədir? Bu da işlədəcək olacaq. Heç yerə getməyəcək, bu da işlədəcək olacaq. Amma da işlədəcək. Yandan yazıq, biz də yazıq, doğrular, bu ha. Biraz ayıq ol, ayıq ol. Sən düşdün. Mən sizə inanmışdım. Ay, görmüşdük, biz nə? Biz sizlə əl sıxışdıq. Mən elə bildim. Siz məni göndərəcəksiniz. Göndərəcək də. Sən kişi deyilsən. Feyzullah. Sən kişisən. Kimə deyirəm? Mən kişiyəm, kimə? Mən kişiyəm, səndən düşdüm, mən kişiyəm. Xanımlar və cənablar, fikir arzam. İşlər güclər. Belə də yavaş. Feyzullah. Nə hazır? İkinci skeç nədir? İkinci ismimiz Tikli Deyətdir. Tikli Deyət. Tikli deyil. Bəli. Bir elə bir ki, restoranda hamısında tiki var. Yəni stolda oturanlar hamısı tiki var. Tik nədir? Sənin tikin var gözdə, hə? Uzaqdan da tutur gözdə.
etkili deyildi. Yəni elə bir tanışlığa gəlirlər restoranda. Neynəsə də tikin bəlli edir. Hə, baxaq görək nə olur. Olur. Çox Saxla, Camal bizə baxır. Güclüyə oturur. Keç otur. Danış görüm, nətər oldu sən 5 aydır bir dənə qızla danışırsan? Sən normalda 1 həftə, 2 həftə, yəni 2 həftə yarım da uzağı. Nətər oldu bu? Çünki qız hələ də məni görməyib. Bu ilk görüşümüzdür ona görə. Xəbəri yoxdur. Yox, şəkilli, video, səsli falan var. Amma ki mənim Səs atmamısan ona? atmışam, silmişəm, təzədən atmışam, silmişəm, təzədən atmışam. Ona görə gəldi görüş. İndi nətər olacaq, gələcək görəcək? Ona görə mən sən qardaşımı çağırmışam bura ki, sən məni burada idarə eləyəsən, kontrol Rahat olma, eləyəsən. yanındayım. Xoş gəlmisiniz. Sifarişi götürməyə gəlmişdim. Sifariş götürməyə, nəsə indidən deyək? Yox, biz xanım göz Nə, deyirik. qız gəlsin sonra. Oldu. Hoş, biz yəni Nə hər var şey sənə ağlında? görürük. Sənə güvənirəm. Yəni güvəndiyim adama bax. Çalışdığım qədər qoruyacam da Yəni, səni. idarə eləmək təmizləyərik, üçün. narahat olma, narahat olma, heç şey Qız da yapışılır. gəlməlidir indi. Harada qaldı? Kocaman Qəşəng də konu- restoran da. Hə, fikrim burada olsun da, biz gələndə də şey deyəcəyiz. Canlı konum atıb buralarda olmalıdır əslində. Hə. Salam. Salam. Necəsiz? Yaxşıyam, çox sağ olun. Siz necəsiz? Mən də yaxşıyam. Belə gördüm siz realda daha yaraşıqlısınız. Çox sağ olun. Xanım, heç narahat O olmayın. niyə elədi ki? Mənim dostumdur, gəlmişəm kömək eləməyə. Adım Ömərdir. Əyləşin, zəhmət olmasın. Heç, mən nəyə görə gəlmişəm? Mən burada bir dostum işləyir bu restoranda. Mən də elə buranı tapdım, dedim sizə ən qəşəng yerə gətirim də. Siz söhbətiniz eləyin, elə bil ki mən yoxam. Biraz həyəcanlandım. Ona görə sizə də demək unutdum. Siz də realda daha gözəl imişsiniz. Təşəkkür Yəni, edirəm. Gözəlliyinizin qarşısında Yaxşısınız. Xanım, bizim Taylandda şirkət var. O şirkətin adı Bell'dur. Yəni heç narahat olmayın. Bir şərik işləyirik də, yəni uşaqlıq dostuyuq. Sifariş və götürmə. sifariş, Ne geçer restoranda? sifariş yaddan çıxdı. Hə, Nə olub sənə? Sifariş. Problemin nədir? Su ver. bu gözəl xanım Kim var? Su ver mənə. Su, nəysə. Mənə də bir dənə mojito olsun da. Mənə də elə ondan. Mojito. Ondan. Ne qəribə restoranda. Hə, Hə, söhbətimiz eləyin, mən yoxam. hə. Sizi tanımaq çox xoşdur, həqiqətən çox gözəl xanımsınız. Siz nə işlə məşğul idiniz? İşte qardaşımın yanına ofise gedib gəlirəm arada. Hə, gedib gəlirsiniz, işləmirsiniz də onda. Yox, ürəyim Sadəcə istəmir. gedib gəlir. Gedib gəlirəm. Hə, çox gözəl. Hansı tip bəs musiqilər sevirsiniz? Qanıma düşən. Hə, qanınıza düşən. Qanınız neçənci qrupdur? 4. Nəysə. Hə. Heç nə də canı bastırmağa çalışıram da. deyəm. Bəs hansı tip filmləri sevirsiniz daha çox? Romantik komedi. Romantik komediya. Mən də əslində elə çox sevirəm. Bəs qorxu filmlərindən aranız necədir? Yox, sevmirəm, sevmirəm. Hə, qorxursunuz Heç gördüm. Eləyir qorxur. Nə? Bir də film var. O filmin adı yəni Bell'dur. Yəni biz ondan zövq alıb qoymuşuq Taylandda Onu şirkətimizə. canlandırdı.
Yaxşısan, ha? Sevirəm səni. Hə. Belə. Məndə olur hərdən belə. Yəni indi söhbət əsnasında. Eyb yox, yəqin həyəcanlanmısınız. Bu sifarişlərimiz harda qaldı? Sifarişlər də gəlsəydi, say gözləmək də dilim damağım qurudur. Üstümə təzə almışam. Dağıldı. Dayandır onu, kömək elə. Kömək götürün. Stəkanın biri qaldı. Narahat olma ürəyim. Başqa nəsə Yox. istəmirsiniz? Sən tapmışdın da bu restoranı. Bəlkə konsepti belədir, bilmirik, xəbərimiz yox. Belə konsept Girişdə banerlər, zatlar var idi, boş düşmədim prosta. Ürəyim partladı da. Sudan içək. Pişiyimiz də var. Bunun içində nəsə var Nə gözəl. Deyəm də onun yeri Gözlə. pişiyi Dəv var. ofisant çağıraq. Pişiyi var. Ofisant! Bunun içində nəsə... Toxun. Saxla. Sağ ol. Toxum. Allah'ına bak. Oynamadı. Ağabey kaydı. Xarab Ey Rabbi, eləyəsən, səni- eləmə. Ağabey ne? Ay Oynama da, görsən xəstə adamdır. Yaxşı, bağışlayıram səni, bağışlayıram. Başqa nəsə arzunuz var? Sən gücəndikcə mən narahat oluram, Bunun içindəki nədir? Nə sifariş vermişsiniz ondan? Yox, o bu qara şeylər var orada. Sağ ol. Sağ ol. Ay, oynama. Sağ olun. Sağ ol. Bəs heyvanlarla aranız necədir? Pişim var, pişikləri çox sevirəm. Pişik. Sizin var? Mənim də var pişiklərim. Nə qəşəng. Bu hər şey yaxşıdır. Yaraşıqlısan, yanıma yaraşırsan falan, amma alınmayacaq bizdən. Üzrsən. Alınmayacaq. Təəssüf. Heç üzülmə qardaş. Nə oldu? Ay gəlir. Yaxşısan? Qalsın. Gəl sən. Hara gəlmişəm mən belə? Bilirsən, sən restorandan içəri girəndə səndə mənə nəsə elə bir tutdu. Səndən həqiqətən çox xoşum gəldi. Bilirsən, çox gözəlsən, adın kimi gözəlsən. Hətta pişiklərimiz də var. Məncə bizdə nəsə alınır. Nə? Havacat! Bayaqdan bunu gözlürdüm, Çox bağını bəli. gözlürdüm. Sən Nişancı əsrdə qalmısan? Üzülürsən, mən də Hə, yaxşı görək, bu, sonra sən, aləmi vurur. Allah, başım xarab olmayısın səni. Xoş gördük hamınıza. Burada əziyyət çəkmisiniz, gəlmisiniz. Çox sağ olun. Nə var? Yaxşıyıq. Sizi sormalı. Qəşəng robot. Hə, məncə Faydalı. biraz elə oldu. Yəqin ki, aramızda bu psixoloq əsrində hər birimiz bir dəfə də olsa psixoloqa getmişik ya da ki, kimisə psixoloq təcrübəsini eşitmişik, izləmişik. Biz öyrəşmişik ki, yetişkin psixoloq yanına gedək. Amma bu günlərimiz siz bu səhnədə izləyəcəksiniz. Bizim ən balaca qrupumuzun üzvü olan Musa necə psixoloq olacaq? Fikirləri sizə buraxırıq. Deməli, gələcəklər. Nə edəcəksən? Nə deyəcəksən? Nə öyrətmişəm mən sənə? Dərdin nədir? Dərdin nədir, nədir Allah? Nə deməliyəm mən? Deyərsiniz, necəsiniz? Xoş gəlmisiniz. Həmişə siz gərəsiniz. Həmişə. Ay Musa! Ay bala, sən məni boğaza yazmısan, İjə! Bağırım, ay mama. Ay baba, nədir? Ay bala, mən sənə belə öyrətmişəm. Nə qalmalıyam? Deyim ki, sana xoş gəlmişsin, nə yemək? Gəldik də bura. Düz otur. Salam əleyk. Necəsiniz? Yaxşı olasınız. Salam əleyk. Elə bil biraz bəksə. Otur da. Sakitdir hə.
Xoş gəlmisiniz. Buyurun, probleminiz nədir? Xoş gördük. Mənim oğlumdur. Bir səhvdir də eləmişik. Nə? Bir qələt də eləmişik. Mən səhvəm mən. Səhv olmasaydın biz burada olmazdıq indi. Psixoloq seansındayıq. Bəlkə səndə də problem. Hı? Məndə problem ola bilməz. Ola bilər. Mən ideal insanam. Səndə Səndədir problem problem. olmasaydı biz ayda 3 dəfə bura gəlməzdik. Nədir probleminiz? Danışsın, eşidin. De görüm. Danış. Heç nə. Mənim atam Düz tut, belini düz tut. Düz otur. Otur şuna bax. Meşədən qaçıb elədir. imkan verəsən sözümü danışım. Danış. Hə. Psixoloqa gəl, psixoloqla. Ayağını düz qoy. Ayaqqabılarına zadına bax, bunun corablarına bax. İcazə versən? Danış, hə. Hə. Şeydir, mənim dədəm pul tapıb, mənə cic maşınlar alır. Aston Martışka, Rövşən Rover. Hə, belə cic maşınlar. Hətta mənim bir qrup dostum var, bu Babusar tərəfdə qalırlar da. Arada gəlirlər Bakıya. Yəni üçün qrupu Bakı-Sumqayıt yollarında momorulla iştəkər zad qaldırırlar da. Peredoknik var. Mən də deyirəm ki, mənə də bir dənəsini al. 10 min, 15 minə bir dənəsini al da. Yox ki, mənə cic maşınlar var salondan. Sarı rəngdə, qırmızı rəngdə. Yox, qırmızı rəngdə yaxşıdır. Sarı rəngdə alır. Mən onu nətər mən yaxşı 28 sahil tərəfdə də indi. Oh wow, oh my god zad eləyirlər. Bəs o şeydir, nə idi onun adı? Sovetski zada girəndə nə olacaq? Hörmətim var, adım var, sanım var. Sən də mənim bir oğlum. Mən də onu deyəcəydim hələ. Ki, əgər bunun hamısını anası eləyir. Anası getdi dayılarına oxşadı. Sizin kimi bir anası olsaydı, belə gözəl, belə göyçək, belə ağıllı. Hara geyirsən? Axırı belə olmasaydı. Axırı belə olmazdı. Nə alırdım, onu sürürdü. Axı, bu gözəl maşınları sənə atan alanda niyə belə edirsən oğlum? İstəmirəm də, mənim dediklərimi istəyirəm eləsin. Məni cəzalandırır. Sən də oxşadın. Mənə deyir ki, səni göndərirəm şeyə, Vaşinqtona. Zordur da. Zordur? Oysa Allah haqqımı zeyn ağıldasın. Vaşinqtonun nəyi zordur? Mən istəyirəm ki, gedim uşaqlarla Qubaya, acından günorta durum, başa bal pətəkləri zadı çıxardım, belə təmizləyim, dişləsinlər, eləsinlər. Pul da belə də sıfırdan qalxım. Yoxsa neyinəm Cici Vaşinqton, New York nə? Buna nə diaqnoz qoyursunuz, nə müalicə edirsiniz ki, bu düzəlsin, normal olsun, normal insanlar kimi normal şeylər istəsin atasından. 1 milyon dollar bankda hesabı olan, pulu olan adamdan istədiyi şeylərə bax. Görürsüz də? Ona yaxşı bir ana lazım. Anası baxmır da, baxmır. Mən də onu dedim ki, sizin kimi bir anası olsaydı, indi belə olmazdı, Bura psixoloqdur, yoxsa şeydir? İndi qoyur da, sən qoy görüm diaqnozlarını qoy. Oğlunuzdur bu arada, Allah saxlasın. Yox, oğlum deyil, qardaş. Qardaşınız da, aramızda amma çox fərq var. Anam sağ olsun. O gözəl ananın deyir, anasına bax, qızını al. Elə. Kimsə dörd gözsüz maşallah. Sakitdir hə. Düz otur. Ölümü düz tut. Biabır eləyir hər yerdə məni. Biabırçılıq. Buna bir əncam çəkində doktor. Əncam nədir? Sən bilməzsən elə şeylər. Fakirlik diaqnozu qoyur. Eşitdin? Fakirlik. Bunu istəyirdin. Gördün diaqnozu? Kasba. Həm kəsb səndəki Bax, mənim sənə elədiklərimi toyuğa eləsəydim, balaca toyuğa, mənə yumurta yox, süd verərdi. Başa düşürsən də nə demək istəyirəm? Mən verəmirəm də. Səndən süd istəyən yoxdur. Yumurta da istəyən yoxdur. Ağıl, biraz ağıl. Baba, Allah haqqı, bax istədiklərimi eləsən, hər şey qaydasında Ayağı olur. düz qoy. Corablarına sağ, ayağı. Mən belə oturmaq istəyirəm. Mən qarışma. Görürsüz də.
Anasının verdiyi tərbiyə bax budur. Amma sizin kimi bir anası olsaydı, görürsünüz, Dur gedəyə belə qurban olaram. hara gedəyə və gül kimi oturmuşuq da, söhbət edirik də. Mən ümumiyyətlə oğluma hər dəfə gətirirəm də, neçə dənə psixoloq dəyişmişik də. Hər yerdə də birini tapırsan. Sakit dur. Seansın ödənişini eləmirəm. Bu ofisin ki arendası nə qədərdir, onu birbaşa ödəyirəm. Ay nə gözəl. Mən sizin bütün elə psixologiyanızın hamısını həll etdim. Maz gələmsin məni, davayını. Ayıbda. Ya mənim istədiklərimi eləyirsən, ya da mənim psixologdan aparmağın heç bir mənası yox. Daha da oldum sizə, dərman düşdü. Sağ olun. Nömrələşərik də, yazarsınız da mənə. Ay narahat olmayın qardaşım. Sağ olun, sağ olun. Mən sənə belə öyrətmişəm, hə? Nə var Məryəm? Deyirsən qardaşım. Anam səni sən. Ay bala, mən burada psixoloqam. Nə istəyirəm deyə bilərəm. Mən onların psixologiyasını ölçürəm. Hə? Aha. Yoxsa nə ola bilərsən? Sən nə fikir? Sən balaca boyundan belə şeylər fikirləşsən başa düşmədi. Nə fikirləşirsən? Sağ Psixoloq sizsiniz. Hə. Qarşımdan nə görsün? Mənə gəlirlər, girirlər, çıxırlar, gedirlər. Sən hardan gəlib, hardan girib çıxırsan? Gəl. Ay pisdim. Nə qədər gəlmir, o mənim göstərdiyim. Aha, buyurun. Ümumiyyətlə mənə gəlirlər, girirlər, çıxırlar, girirlər, gəlirlər. Sənə niyə gəlib girib çıxırlar? Bilsəydim burada nə gəzirdim mən. Bilsəydim. Ay gəl. Ay bala. Sən kim psixoloqsun? Arxanda nə? Ay başım. Mən. Evlisin. Gəldi. Ya gəldi ay qardaş. Çıxdı. Mənim vəziyyətim pisdir. Niyə? Bir psixoloq kimi mənə kömək edirəm. Mən... Ay, mən biraz... Psixoloqsan qulaq as da. Öfəzləmə günəm. Püf. Var. O şimdi mənə biraz dərmandır, reseptdir, nə yazsan yaz. Sən evlisən? Neçə ildir? 5 il. Eyni evdə qalsınız? Hə. Qaynanan var? Var. Bəs bu problemlər sizdə nə vaxtdan olur? 5 il. Hə, tapdım. De görüm. Gəl! Qaynanan sənə cadu edir. Qaynanan sənə cadu edir. Cadu. Saat idi. Ay, mən onun dərmanını bulmalıyım. Əlbaşda. Bu nədir? Əlbaşda dərman o. Siz bu dərmanı içdikdən sonra artıq heç bir nəsə görməyəcəksiniz, yaxud da sizə nəsə girməyəcək. Heç narahat olmayın. Dəqiq. İnana bilərəm. Bəli. Ay, isti oldu ya. Püf. Üstüm var, zincir. Ay, o değil. Hangisi? O değil. Gəl. Ha, gəlsin görün. Nişan var! Ay, da atamın dərmanını verdi mi? Hə? Atam nə qaracaqdı onu? Çox maraqlı bir mərhələ idi bu. Bizdən öndə olan qruplardan soruşanda ki, bu mərhələ haqqında da ki, necə bir mərhələdir, çətinliyi, asanlığı. Yəni bizə deyirdilər ki, yəni həvəsləndirirdilər də. Həmişə ən maraqlı mərhələlərdən biridir bu və həqiqətən də elə oldu bizim üçün. Çox əyləndik, çox şey öyrəndik, həmçinin aktyorluq haqqında, kitablardan oxuduğumuz, sizin kitablarınızdan öyrəndiyimiz məlumatları daha rahat bir şəkildə, yəni bu mərhələdə tətbiq eləyə bildik. Və həqiqətən də çox təsirli oldu bizim üçün bu mərhələ. Necəsən gözəl? Şəms necəsiz? Sağ ol, mikrofonu yaxın tut. Bu dəfə həyəcanlanmadım. İndi burada həyəcanlandım bu dəqiqə.
Maraqlı keçdi. Yəni özümdən gözləmədiyim şeylər elədim. Qəşəng idi. Gözəl ümumiyyətlə birinci bura gələndə heç məşğələyə düz əməlli qoşulmurdu. Utandığından məşğələlərə biz qoşa bilmirdik gözəli. İndi maşallah hoqqa verir səhnədə. Eləsən. Fidan buyur. Mən bu günlər çox həyəcanlı idim. Həyəcan. Həyəcanlı Cırçıdan hiss idi. olunur. Çox həyəcanlı idim. Ona görə biraz nəsə özümü amma yenə də ona inanmağa çalışdım. Yenə də həyəcanlıyam. Çox sağ olun ki, bizi bu cürünə yəni biz aktyorluğu bu formada öyrənirik. Mən heç belə fikirləşmirdim, amma bu formada inanıram ki, dərinliyinə kimi öyrənəcəyik. Yəni onu deyim. Əlbəttə ki, bu sadəcə hələ 6 ayın nəticəsidir. Bu biraz hər insanın kilidləri fərqli bir mərhələdə açıla bilər. Təcrübə və praktika tələb edir, amma istiqamət ən azından düzgün istiqamətdə addımlamaq özü bir nəticədir. Salam bir daha. Əleyküm salam. Skeçdə deyirdim ki, görəsən nə ola bilər ki, mən onu oynaya bilmərəm. Çünki hər kəsi müşahidə etmişəm. Sağ olsunlar, gətirib robot verdilər mənə. Maraqlı mərhələ idi həqiqətən. Çox yaxşı keçdi. Uşaqlar çox yaxşıdılar komanda olaraq. Bir enerji var ki, bizim aramızda. Çox maraqlı bir bağdır. Belə hər şey üçün təşəkkür edirik. Kino mərhələsini səbirsizliklə gözləyirik. Lalə ümumiyyətlə bu 6 ay ərzində 6 dənə ən azı ölkə gəzdi, mən bilən. İtaliya, İsveçrə falan bilirəm, bu son bir də var idi. Məsələn, ən azı bir 6 ölkə gəzdin. Lalə ümumiyyətlə gəzməklə, enerjisi ilə çox gözəl, pozitiv akademiyaya rəng qatır. Instagramımıza bekləriz. Musa danış, götür. Heç nə danışmıram. Çox sağ ol da ən azından valideynlərə çox sağ ol deyirsən də, əziz. Birinci Mən salam. sizə qurban olaram falan. Başınıza dönərəm. Birinci salam. İkinci salam. Hamıya salam. Gəldiyiniz üçün təşəkkür edirəm. Ümid edirəm ki, hər birimizin xoşuna gəldi skeçlər. Etud mərhələsi elə bir dünənlərim idi. Uca skeçi bitirdik. Skeç tamam başqa ləzzəti var. Anama da sağ ol demək istəyirəm. Yəni mənə çox mental, psixoloji cəhətdən mənə çox kömək olurdu. Məsəl üçün deyirdim, "Mama belə olsa necə olar?" Həmişə mənə dəstək göstərirdi. Yəni mentorumuz Çingiz bəyə də təşəkkür edirəm. Üzərimizdə çox böyük əziyyəti var. Çox sağ olun. Minnətdaram. Musa bir dənə deyəsən gözəlin burnuna vurmayıb yumruğu. Təpiyin. Musa qrupda hər kəsin burnunu əzişdirən. Xüsusən də Yadıma Nail. salmayın. Xüsusən Nail əməliyyatdan sonra burnu. Havada vurdu. Musa hiperaktivdir, qrupun hiperaktividir. Ömər də Musadan fərqli olaraq Qrupun ağır abisi. dərsi təyin eləyirik saat tutaq ki 5-ə. Bir də görsən saat 7-də Ömər gəlib. Və elə apar gözünü elə bir ki 7-də idi dərs. Çəkilişdə də olur elə. Biz tez gəlir. Biz bəzən tez. Musada Ömərdə biraz o vaxtla bağlı orientasiyası düzəlsə, o distansiyanı tuta bilsə, belə fakturası falan hər şey əladır. Bir dənə vaxtla bağlı. Sanki belə də olmalıymış. Adamı yandıran nədir? Elə gəlir ki, elə bir ki biz tez gəlmişik. Mən onu deyirəm. Mən elə istəyirəm ki, görsün mən niyə tez gəldim. Psixologiyamız biraz pozulub, amma səhnədə toparladıq hocamızın sayəsində. Bu 3 aylıq müddəti həyəcanla keçirmişik. Mentorumuz Çingiz bəyə təşəkkür etmək istəyirəm. Bizim həm həyəcanımızı alıb, həm üzərimizdə işləyib, həm bizdən ortaya nəsə çıxardıb. Bugün heç bilmədik necə keçdi. Öz adıma danışıram, heç bilmədim necə keçdi. Çünki həyəcanlı idim, amma gözlədiyimdən ən azından yaxşı keçdi. Ona görə sevinirəm. Təkrar sağ olun. Ümumiyyətlə çox həyəcanla keçdi bu sürə, çox əziyyət çəkdi. Bizim biraz qrup çılğın qrup olduğuna görə hərənin bir işi var. Hərənin bir işi var. Birini tutub yatmaq olmur. Yəni mən gələm, onlar gələndə mən gəlmirəm. Yəni belə. Amma çox şükür ki, belə keçdi. Yəni həqiqətən də ümumiyyətlə bu skeç mərhələsi mənə hasant gəlirdi. Amma o situasiyanı yaşamamış bilmək olmaz. Yəni burada skeç verməyənlər var. Ümumiyyətlə o həyəcan, yəni gərək keçənlər bilsin. Yəni mən burada yaşadım, yəni bu yaşda bu həyəcan yaşadımsa, yəni təşəkkür edirəm sizə ki, yəni bu səhnədə yəni bu həyəcan yaşadım. Çox sağ olun, minnətdaram. Bizi tək qoymadığınıza görə Allah köməyiniz olsun, nə deyim. Çingiz Əlzadəni çağıraq.
Çingiz əlbəttə ki, ilk skeçlərdən, hardasa 2020-dən bu yana, o ha şoudan tutub bu yana, hətta bizdə biraz da əvvəldən Baməzə idi, Bazar gülüşü var idi, o lap birinci başlamışdı, Baməzə, ondan sonra ha şou və bugünə gəlib çıxmışıq. Çingiz Əlizadəyə gəlincə, yaşına baxmayaraq nəticələri artıq öz yaşını aşır və başından böyük artıq iddialara doğru gedir. Həqiqətən də Film Akademiyasında yenə də sevinirəm buna görəndə eyni zamanda. Bir tərəfdən də narahatçılığım da nədədir? Çingizin yaşıdları çayxanada oturub, tində oturur, boş-boş söhbətlər. Hansı ki, mən bir gün bir məktəbin ağzında gözlədim, Fədəyi məktəbin ağzında gözləyirdim ki, çıxsın. 11-lərin söhbətinə qulaq asın, bir müşahidə eləyim də, görün bunlar nədən danışırlar ki, sabah ssenari yazanda lazım olar. Çox boş söhbətlər, yəni mənası olmayan, filan qız belə, filan... Halbuki Çingizin yaraşığının %1 onlarda olsa, bəlkə də yerə göyə sığmazlardı. Amma Çingiz həm yaraşığı ilə, necə deyərlər, və bu yaraşıq normalda belə bir tərs mütənasib olur da, yaraşıq olanda ağıl olmur, ağıl olanda yaraşıq olmur. Yəni, məndən götür də, var, yaraşıq yox. Yaraşıq yoxdur, təbii ki. Çingizdə var yaraşıq, həm də ağıl da var, hansı ki, nə istədiyini bilir, doğrudan da çox az halda olur. Ki, həm yaraşığı olsun, həm də nə istədiyini bilsin və məqsədinə doğru addımlasın. Gələcəyi parlaqdır və bu nəticələr də o qrupu ələ almaq, mentorluq eləmək və nəticə ortaya qoymaq həqiqətən də normalda 30-40 yaşlı adam bunu eləyə bilməz. Bu həm düzgün, necə deyirlər, proqramla yanaşı adam da olmalıdır. Əgər proqram olsun, əgər adam olmasa bunu icra eləyə biləcək, proqramın da əhəmiyyəti qalmır. Təbrik edirəm, alqışlayıram.